Yumurta yumursan. Sen kime soyun uzun soyursan? Azını söyleyeceğim. Halaşka, senden eneşka. İçimi yüzümüz adımı kırsın. Ay bir tane yumurtanı dokunmaya için. Hı? Yumurta gətirimi töytüm aynı. Qaldı bagajda 160 tane. İyiləndi. Gün zat çıxdı, üşüm kəsmədi. Biraz xaldenika qoydum, dedim əş götürərəm də ağır idi. Bu da iyiləni verdi. Gətirmişdim yumurta. Təcrüdə tükən yumurtası olan. Ördəklərim çıxıb, cücələrim, nə bilim, ölübdü, yarısı ölüb, yarısı qalıb. Heç kim kimi tutursan tut, öz baxdığın kimi baxmır. Baxa bilmir. Mən özüm cücələrimin, toyuqlarımın nazınla oynuyordum, nazınla. Nedir konu? Yağ qaldı. Yağ qaldı ki, dibində qaldı. Nedir konu? Yağ deyirsən, eminsən də. Yağın dadlı olur axı. Yağı yaxşı yağ doyurur. Tükən yağı olsan, ne olur? Bence yağın budamadan olur. Ağzı belə çeyelim. Nedir konu? Ye oldu yumurta var, onu soğutma bir konu yesin. Böyle soy bir konu yesin. Dobirtmanı tezlerine yazsam, ne var için? Salam. Tuz da çok bakıyorsun.
Zevklerden istəyirəm. Bir görüntü şekline bakın görün. Ne oldu? Yemekim yani. Sen özün demek ki yemek yerine telefonla danışma. Hemen danışmıyorum. Ne oldu dostlar? Ay bala. Reklamla bağlı yığın. Deyə doktor zəng edir. Bəli. Sağ olsun, tərsiz. Heç nə, sağındayım. İş yumurta yeyirəm. Hə, çimim gəldi, üzümü qırxacam. Çimim yerim, hə, yaxşı, yaxşı, narahat olma. Çimim kimi çim çıxıram. Hə, yaxşı, yaxşı. Diş həkimi deyil, gecəyim mən. Yine farklı su koydum. Söz vermə ondan. Ara diyorum bir de yıla diyorum. Hə, o arzuma baxır, onun danışdığı sözə baxır, ya. Deyib, dostuna deyib ki, onlara niye prim verirsən Ləmanla? Onlar bölmüşdülər. Ayıb olsunsa, ay Arzu. Buradan maya yazırsan Bakı səyahəti necə gedir? Orada da daldalıqda belə danışırsan. Nisbət olma ay qız. Ha. Geldim. Mənim primə ihtiyacım yoxdur. Primi tanımayanlar istəyər ki, qoy şey olsun. Danışığını bilin. Sənin kimi deyilik biz. Tüm qız kimi insanlara lağ eləyəsən, nağ eləyəsən, sonra da gedib gecə saat 4-də metropolda oturasan. Qəlyanlı tüstülərin içində. Primə sənin ehtiyacın var ki, gedib oturursan. Tutda qalxan kimi getdin, verdin özün ora. Olsun. Hə. Yağı yerlərdi onu. Danışığını bildirəndə ölmüşdü. Səni baxlardı, yıxıb sürmüş deyil. Kablar yumurta sağa bakır. Üstüne sonra işte kablar yumurta sağa bakır.
O onun sevincəydi. Gəsə adam göründə eləyir onu elə. Bu TikTok'ta hiç kime inanmıyorsan, Kur'an hakkı. Hiç kime inanmıyorsan bu TikTok'ta. Dağınca danışırlar. Hayır. Yani nesin? Hayır. Ne olur kalk. Mehdim bir namazsız daha. Prim verirsen. Ha. İtti da böyle ses çıkar. Adam görün değil. Kalk. Başına düşürək adam sesi. Mən nə bilim xəstədir, amma həkim dedi ki, sevincəyə düşəndə o səsi çıxardı. Hamiledir. Güzelleşmişsən. Ha? Güzelleşmişsən. Hakkı. Gözümə nəsə belə bücü dəyərsən. Yenə bizdən danışırıq bu səfərdə. Danıştım. Bana sen varsan ki seninle tanışırlar. Yükseklerde sanki seninle tanışırlar. Giden kadar taşatan çok olur. Esas o ki sayışlı diyebilir. Danıştım. Yox, o birisi lağ edir, o birisini başa düşür. Sənin üzün başdan ayağa lağ içindəsən, sən kimə lağ edirsən? Rəngin ufun yaman açılır mən. Esaslarını değişmişim bana göre. Yüzün işıq gəlib nə məsələdə? Seni görüntüleyem açıldı ona göre. Ola bilər. Ola bilər, daha yaxşı eləyəcək. Oğlum bir ara değil. Can, yatmamsan. Teyze yapmamışam. Git yuxu yap. Tezden anama şey gönderdim. Evdəyəm. Allah şəhəsin görsün. Oğlum, Yox, şey var, oturub, film deyir, məktub deyir, film verim onlara. Bir platform katladı gördük, ölüleri kaldırdı. Arzu deyir. Allah haqqı. Gömsən canında dedi ki, deyir, film verməyəcək, ölmüşdülər. Sənin özün ölmüşdün, Sənin özün göyə tək oturanda neçə nəfərlə otursan ki, mən də gedib arvadım olsa arvadımın qucağında oturub öpüşdən mən də canım 15 min olar. Brandası, onlar da götür. Ərindən canlıda min hoqqalar qalmaq vermək. Öpüşürsünüz canlıda. Göyə bu tək oturanda 15 min, 20 minlə oturur. Dedim buranı sil, yığışdırıb gətir qoydu qabağına. Fikir ver. Deyirsən buranı sil, yığışdırıb gətir yığır qabağına. Əlini bir işə vurmur ha. Elə bir bu təzə gəlindir. Bəli xanım. Danışığını bildirəndə. Mənim primə ihtiyacım Sən yoxdur. nə edirsən? Primə sənin ihtiyacın var ki, gecə saat 4-də metropolda gedib onunla oturmuşsan. Hə. Dinəndə də deyirsən ailəliyəm. Ailəli qadın saat gecə 4-də gedib metropolda Yalan oturmuş. demə. Nəsə olmadı ki? Hiç qaşlamadı, qaşlamadı. Gözünüz adını çıxacaq. Dur, evin yəsi gəldi. Demə. Dedi, hadi çağırdı, məktəbə qatmış gəlsin. Hə. Evin yəsi.
Əlbəttə ki, düz deyirəm, yalan deyil. Düz deyirəm də lan. Elə insanlar Allah edir, sonra da gedir onlarla oturur. Hoş gelmişsiniz. Olmuş meyiz yok, şu meyiz abi. Herhangi yoksa ben yine oxşadıram. Gel, sen böyle. Gel, hoş. Şeyden danışıram. Bu sarsaç kızdan. Şeye deyib ki, onlara niye prim verirsən, ölmüşlər, onları niye qaldırırsan Ləmanın onu? Salmana değil. Ərli yoxdur. Xaricdə yaşayan. Mən ölməmişim qadın anam. Mən illərdir ki, 6 ildir ki TikTok'dayam. 6 ildə 5000, 3000, 2000, 3000, belə 5, 3000, 3500 insanlarla oturmuşam. Görək hələ birisi neçə, bir il keçəndən sonra neçə ilə oturacaq. Bu bir. İkinci də ki, qaldı ki, mən kimlənsə prim yığmıram. Tək başına oturmuşam, yemək pişirmişəm bu kütlərinə. Mən gedib ərimlə canlılarda, tutaq ki, arvadla qucaq öpüşüb canlı qaldırmıram. Tək tənha oturmuşam. Qaldı da elə insanlara lağ eləyib, sonra gedib onların yanında oturmuram. Düz deyirəm də, gecə saat 4-də metropolda sənin nə işin var? Deyirsən ailəliyəm. Orada kişilər hamısı qalyanı çəkib, tüstüləri belə bıraxır. Nə işin var sənin orada? Sən mənə lağ eləyə bilmərsən. Həddini bil. Özün lağ içindəsən. Düz deyəm, manə. Amma çıxıdacağını da belə danışma. Manə sənin həyatından. Bilmirsən, payını verən biri çıxar. Mənim filmə ehtiyacım yoxdur, filmə sənin ehtiyacım var. Mən tanınıram. Mənim filmə ehtiyacım yoxdur. Filmə ehtiyacım olsa gedib girərəm onun yanına, bütün günü hər şəhər gəzir, videolar çəkib paylaşarım. Az gəldi, çağırdı, getdim dana. Kiməsə yazmamışam, ha. Oturmuşdum Nəlbəkidə, özü gəldi, çağırdı, əl çəkmədilər. Qoşuldu misafirimə, hədiyyatdı, dur gəl, dur gəl, dur gəl, mənim də üzüm olmadı. Getdiyimə də peşman oldum. Sən nə yaman keçir, mən ona qorxaram. Videolarına baxıram. Bir şey gördün mü? Bir şey almışsan, ha? Çöldən baxımda öyle gördüm. Saxladım. O gözəl bir şeydir, Gülen xanım, bir şeyi çöldən götür sahibləndirmək. Ev değil. Sana. Eşhəsən Allah. Da temasiyatdan çıxıyor. Ağzınıza bir dənə simit düşüb, rastlayırlar. Mənim haqqımda kim danışır? Mənim kimsənin yanında qrexim yoxdur. Başa düşün, cavabını verərəm. Allah köməyində olsun. İndi onu sistem zaten, nə balacadır. Oho, yüzü gözünə gündə. Həkim nə dedi və ona? Önce bildim ne derman lazımdı. Elədim hamısını. Apardım, götürüp peşindeyim. Sağlar. Sağlar. Dumanla oynaman görmüşsən mi? Aha.
Onu nə yaxşı onu öldürməyib. İndi baxma da, indi pişiklə biraz düşmən olur. Salam, salam. Duman zəncinə keçəkdi. Zəncinə keçəkdi. Zəncinə keçəkdi. Zəncinə keçəkdi. O da kommunal ödənməlidir. Ölüm də lan, nətər? Qartla. Yox. O da ofisə yaxınlaşmasın, orada O şey, axran olan yer. Hə. Yoxlaşırım, ödəyirəm büyük. Hə, orada yaxınlaşdığın ki, mən kommunal necə ödənməliyim? Eləyətsən dəqiq, mən gedim. Ay günün xanım, ay balon söhbət Onu deyil. demirəm, bir bacarırsan. Git ona verməyəcəm pulu. Hətta oraya yaxınlaş demək, məzun nömrəsində. Mənzilin nömrəsiz yazarsın, amma mən bilmirəm. Mesajı baxırsan. Çay içirsiniz, çay verin. Yox, gedir. Qız gözlərim mən, gedirəm şeyə. Bu dəryaya balı verdim. Gelsin. Git, mən də, yox, mən də deyil, içməcəm. Biraz yedəm dişimə, həkim Necə gözləyir. işləri çəkdirdin? Yox, yolunur hələ. Necədir? Yaxşıdır. Yaxşı gedir. Onda mən gedirəm. İndi duran kimi, çıxan kimi olsa maşından, oradan ödəyişim kaminalım. Şirkanla, bir də çıxanda buradan, haçan 30 tutursan, dəqiq. Da dişim qutardı, dişim qutaran kimi çıxıb gedirəm. Ayın dedi 27-si, 28-i dedi qoyacım da dişlərini. Adam gətirməyi bunun üçün. Yaxşı. Yaxşı. Tapdın adam. Çıxanda, yox, axtarmıyorum. İndi qoyacam yalan. Mən deyərəm də canlı taşı, çıxanda evi göstərəcəm. Dünən canlı donurdu, bugün deyəcəm. Çıxanda deyəcəm, narahat ol, deyəcəm ki, bu evə şey axtarım, uşaq çəklikdə göstərəcəm. Deyəcəm, mən çıxan kimi, bax, boş deyil, kim istəsə, əlaqə yazırsın, səhifənizi verərəm. Direktdə səhifənizi atacım, sizə yazsınlar. Bir də bu çəkəcəmin bir şey var qazanır. Yox, suyu dədim. İşığa da çəkib, gəlir, qazanda çəkəcəm. Gələndə deyəcəm, gəlmir. 30 orada baxarıq. Çıxmamışdan geçmələr. Aynı sonu çıxıb, nə aynı səs çıxmıyor olsun? Biri çıxıb. Aynı biri burada gəldi. Aynı biri buradayınca, burada çıxmasın. Yox, axırı gidəcək. Şimdi qoyan kim gedəcək, dar qalmır. Gələk. Yox, güzel. Bu təbələ ki, məndən işi burası var, Çıxamaya xizəkləşim gələrsin. 19-5-ci. Hətta sələrim də Tamam, işte. Yox, getirə deyəcəm. Kommunalı ödəyişimdə deməli, mən bilmirdim kommunalı. Suyu ödəmişəm, amma qaz, işıq gəlməyib. İşıq gəlməyib. Elə ondan kimi çıxıb gedirəm də. Qoyulan kimi çıxıb gedirəm. Prosto o qızın danışdığı mənə yer elədi, başa düşürsən? Sən kimsə ki, mənlə danışır, o sözü də deyirsən ki, Primə ölmüşdü onlar. Ölmüşdüm sana nə? Mən heç kimin oyununa gəlmirəm. Mənə dediyi sözdən söhbət gedir. Sən mənə işte deyə bilmərsən, ölmüşdü. Mən sən kimi deyiləm, kimə salaq eləyəm, gedəm oturam onların yanında. Qaldılar ki, Ləmanla küsürüydüm ki, uşaqlar özləməyəm. Mən Ləmanla danışırdı, düşmən deyildi, bir şey deyildi. Sako ilə düşmən deyildi, bir şey deyiləm. Sadəcə biraz bu dörtlüdə biraz gərginlik yaşadıq, düşmən deyildik mi heç kimlə?
Yaxşı, mən heç kimin oyununa gəlmirəm. Mənə yazmısan ki, onların oyununa gəlmə. Mən heç kimi sən təksən. Mən buradan da çıxıb promoy dişimi qutaran kimi Bərdiyə gedəcəm. Mən heç kimlə dost deyiləm. Sadəcə bu TikTokda salam aleykümüm var. Kimin oyununa gələcəm ki? Mənə onun dediyi söz təsir eləyib. Ləman ona manəsə deməyib, o birisi ona manəsə deməyib. O çıxıb canlıda danışanda mən qulaq asmışam. Heç kim öz gözündə çöp görmür, ancaq özgəsində axtarır. Sən idin lağ eləyib, naxadı tez onu qoşub peyk eləyən. Mənə qaldı, o mənələr çəkmədi. Mənim sübutumda var, mənim dərinim. Mən heç ona getirməmişim ki, sənlə peyk eləyib. O mənə dedi, takibə peyk alacaq, nə olar peyk alacaq. Dur gəl bura, dur gəl bura. Mən yazmamışam ki, gələm sənlə görüşməyə, gələm səni görməyə. Amma sən getdin qoşdun, sən gedib otursan hər gün. Mən gedib oturmam. Mən bir dəfə getdim oturdum, gördüm, bəyənmədim, çıxdım gəldim. Yekəxanadı gördüm, xoşlamadım, çıxdım gəldim. Lazımsa dost olaram da. Lazımsa dost olaram. Canlı tuz. Az mən neyinirəm heç canlı açanda gəlməklə. Mən artıq tanınmışam. Sevən baxır, sevməyən baxmır. Valla mən tək oturub mən canlı aparıram. O da aparır da tək canlı. Tək canlı aparanda görmüşük 3200, 3000. Biraz oradan buradan danışır, canlısı qalxır. Neyinirəm heç canlı qalxmağını? Baxın, tutaq ki canlım 10 bin, 15 bin. Hə, nə olacaq? Hə, nə olacaq? Hə, tutaq ki qalxdı 15 bin olmuş. Canlı ilə hörmət qoyursuz adama. İnsanlıq başqa şeydir. İnsanlıq başqa. Hə, tutaq ki 15 min oldu, amma nə? Hə, nə olacaq indi tutaq ki 15 min oldu? Hə, nə oldu? Babuş da görür də, görə gəldik də. Canlı ilə ölmə qoyulur canlıda mı? Qaldı söyməyə hamı söyürlər də, arzunu söymürlər ki. Qayıtların hamısı söyüşlərdir. Hamı söyürlər də. Yox, hepsi boş şeydi. Uşaqlar, mən bayılda qalıram da. Biraz gəzməyə gəldim, gəzdim. Hər axşam restoranlarda keçib gəzirəm. Allah şükür, gəldim, gəzdim. Həkimimə getdim. Müalicələrimi reseptə yazıblar. Bərdədə alacağam, burada almıram. Şeyə getdim, dəri həkiminə getdim, dermatoloji. Yazdı reseptini, almışam. Mənim tək. Mən gəldim ofisə 47. Hə, narahat olma Günay xanım, ödəyəcəm. Yox, Günəşlidə qalmadım, bayılda. Altı çox da gözəl yerdir. Hə, söhbət o birindən gedir. Həkim də gələndə ki, getmişəm də uşaqlar həkimə. Mənim içimdə yara yoxdur ha deyəsiniz, mənim piylənməmdir. Mənim bir balaca suyuqluğum var, onları bərdədə eləyəcəm. Arıqla, mənə həkim deyir ki, qardaş, arıqla köysə. Arıqla gəlmə alıcıya yazacağız. Mən də orxlayam bu. Qarnıma iğnə vurduracam. Deyirlər ki, onu vurdu, biraz şey, hər ay vurdurmalısın. Onu vurduracam ki, arıqlayım, normaya düşüm. Bax, otura bilmirəm, corabımı geyinə bilmirəm, tıncıxıram, nəfəs alamıram, yuxum gəlir. Çox köylü, çox pis şeydir. Yalan deyirlər. İdman elədi. İdmana həvəsim yoxdur uşaqlar. Getdim də idmana. Həvəsim yoxdur. Qaldırdım o tır şeyləri. Bəlkə arıqlayandan sonra həvəsim yoxdur. Nə bilim, 250 olmalıdır o iğnə. Ondan bir də iştah kəsici dərman atacağım. Nağarman uşaqlar. Ziyanlı şeylər də olsa eləyəcəm. Olsa yediklərim də ziyanlıdır. Kola ziyanlı deyil. Kolasız yemək yemirəm. Onsuz da ziyanlı şeylər yeyirəm də mən də. Yağlı yemək ziyan deyil. Gecə saat 3-də 4-də yağlı yemək ziyan deyil deyə yeyirəm. Hə, kartını deyəcəm. Bə yaxınlaşıb əlinə verməyim, ay Günay xanım. Hə, heç nə, necə, 47. İndi atıram. İndi bu dəqiqə atıram. Çeki də atacam sağa.
Mən o iynəni aldım. Mən hər ay vurdurmalıyam da. Leyla xanım, xoş gəlmişsiniz. Ay Leyla xanım, yaman kökəlləməyə, qurban olum sizə. Bax, Allah hamd, paltar yaraşmır ha. Başa düşürsən, qarnım, oturam, bax, belə TikTok çəkirəm, baxdım ki, qarnım nə pis görsənir. İnsanı vitsiz eləyən qarnımdır. Məndə də qarnım çox çıxır. Döşü bildik. İstəmirəm, Allah'ın olsun. Paltar olurum rəyinmə, kompleks yaşayıram. Bax, mən niyə gidib ki, paltar ala bilmirəm, əylim olmur. O şeyin üstündə görürəm, mankenin. Üstündə görürəm, deyirəm, bu deyir, qardaş, sənin nəyinin olmaz o. Deyirəm, bir baxım, verim damdar, döşüm pırtladır, çıxırar. Ağrıq olmaq istəyirəm, nə ayrımı da olmur. Verməyinə. Oğlum dedi ki, kartla ödənişdi. Karta dedi, atımla buradan terminaldan ödəyərəm. Mən əldə bilirdim, gəldim, soruşdum 40 il. Oğlan dedi, tamam. Hə, indi bu dəqiqə atıram, bax, çəkid atıram sizə. Az ye, arıqla. Az yeyirəm, 2 dəfə yemək yeyirəm, mən. Deməli, aşıqla, burada hər ay pul ödülmüşsünüz, qazsız. Qazdan əlavə, sudan əlavə. Başımı götür elə qaçıram ki, hər şey baha. Cərmələrimi ödədim, 50 manat cərməm gəlmişdi. Ödədim. O çəkən atım xanımı, evin gəlsi çox gözəl insandır. Hanı mən, hara girim mən, WhatsApp hanı. Bütün yersin. Doğrusu her şey yaraşır. Plus çox o qadının dediyi söz, çox deyirəm nətər, çox xətirmədəydi o Arzunun dediyi söz, Quran haqqı. Ki ona, deyib o sözü yalan deməz canlıda. Ki ölmüşdülər, sən onlara prim verirsən. Az sən də ölürsən dana. Ölən kim bilmirsən, nə qaylasan. Kim ölmür ki, gəbudikdir? Kim əbədi qalır? Əbədi qalarsan ömür boyu. Bir mahnəyə qulaq asdı, bir müğənnidir. Çıxır, bir də görsən ki, öldü getdi. Mən demişəm ki, bu TikTokda əbədi qalacam. Hələ mən yaxşı insanam ki, bir belə kütlə ilə 6 ildir TikTokdayım. Tək başıma ha, nə bir qızı götürüb yanımda fırlayıb şey qaldırmamışam. Evimdə, eşiyimdə, burada da oturmuşam. Özü gələndə Bakıya deyəndə adam, mən Bakıya hər gələndə mənim canım düşür, maraqsız olum. Mən öz evimdə maraqlıyam. Sən nə danışırsan az? Kim bu TikTokda əbədi qalır ki, hamı ölülə gedir dana? Danışığını biləndə. Mənim primə ehtiyacım var, onun priminə ehtiyacım var mənim. Mənim güclü fanadım o olub, Mən onun haqqında heç nə bilmirdim, Bakıya gələndən sonra öyrəndim. Elə yaxşı tapışmışsınız. Adım Babəkdir mənim. Az yıxıb sürüyüblər, Arzuma videosunu atıblar, yıxıb sürmüşdülər, Arzuma. Sən hansı sözlə gedib ondan otursan? O görsən ki, bu TikTokda hamıya söz atır. O hamıya söz atır, özünə prim yığır. Ma atır, ləmanı atır, sevərə atır, ona biz atır. O ona hamıyla prim yığır. Başa düşürsən, hamıya söz atır bu TikToka gələnlər. Deyir ki, biraz ondan prim yığın, biraz ondan prim yığın. Olsa canlı adam çoxdur. Ölüb gedəcəkdən ki, əbədi qalacaq canlıda. Bambılıq edir, cəmata baxır da. Bu TikTokda bambıl olanda canlı çox olur da. Ağır adamın ha vaxtdan canlısı yüksək olur. Mədəni insanlar otururlar, bax belə söhbət, ha vaxtdan yüksək olur. Bambılıq eləyəndə canlı qalxır da. Götürüb ərinlə oynuyordun, oturdun ərinin qucağında, buranın öpür, canlı qalxırdı. Bambılıq dölüdü o. Bambılıq olanda canlı qalxırdı. Ha vaxtdan ağır insanların canlısı olur. Ağır insanların canlısı, bu TikTokda düşürlük eləyirsən, bambılıq eləyirsən, canlın qalxsın. Əşi, mən bambıllıq eləmirəm, mən bir restorana gedirəm, nəyəm oyam? Mən əlinə yeyə bilmirəm, belə mən çəngəllə yeyə bilmirəm, mən görməmiş adamam, mən kənd rayon yerində böyümüş adamam, mən diskoteka nədir bilmirdim, restoran nədir bilmirdim, mən indi görə gəlmişəm deyil, indi mənə biraz qəribə gəlir.
Bilmirəm də, zorlandı. Mən nəyəm o, mən niyə bamballıq eləyim? Bir insan özünü gedib restoranda gülünç yerinə qoyar. Mən oyam, nəyəm oyam? Amma böylələri kiməsə lağ eləyib, kiməsə oturmuram. Başa düşdün? Kiməsə, nə bilim, qız kim olanlara lağ eləyib, sonra gedib onlarla oturmuram. Mənə deyib o ikisi ölmüşdü. O kök kimi var idi, deyir Combul. Bu TikTokda da Combul mənədən tanınmışdan. O deyir Combul var, o da ölmüş. Mənim halam ölmüşdü ki. Bilsənsə, mən özümə yaxşı demirəm, mən özümə görə insan, mən özümə yaxşı demirəm. Məni sevənlər də var, sevməyənlər də var. Elzama, xoş gəldin kaka. Yaxşı, az deyil, payına düşəndir. Nə olsun ki, Combul? Arğolub dünyanı dağıtmışsan Bərdanayla. Combul oldun, köküm də nə var? Ayıfdır kök olma. Allah yaradır da məni belə yeyən kimi kökərləmə. Ayıfdır. Combul. Lağ edirsənsə bir də görsən uşağın oldu, uşağın Combul çıxdı. Salam. Deməli bu TikTokda yalancı. Bu yüzden sənin yanındaydım ki, o yazıqdır. Elə o Müjganzadə elə səndən hələ həqiqətən doğru danışırmış. Çox düz deyilmiş, nə deyilmişsə. Deyildim az yazıqdır, o biraz onun üstə hesabına gediblər. Elə həqiqətən ilan imişsən. Yüzünü göstərməkdən ötürü. Gül kimi ailəsi zat var, gəlib TikTok özünü göstərir. Nereye kalarsan burada? Ki Arzu sana dəstəkçilərinə nələr dediyini unuttum. Desin dana. Ki Arzu'nun özü kimdir ki? Bir belə boyundan maalesef değişik. Cücü yoxşuyur. Sağ olsun. Dodağını da şişirdi bu boyda. Sağ olsun effektlər, kosmetikalar. Valla canlı görənlər deyir nə gündədir. Bir dənə görmə, canlı görənlər deyir nə gündədir. Sağ olsun TikTok'un effektləri, kosmetologları, dodaq şişirtməm, 7 nöqtələr, üst parıldaqlamalar, sağ olsun onlar. Arzuma Allah eləyə bilməz. Amma mən Arzuya çıxıb sözümü deyə bilərəm. Deyərəm saat gecə saat 4-də sənin nə işin var metropolda? Arzu mənim nəyimi gördün, mənim də nəyimən ağ eləyəm. Ekranınız. Nəyinə partlayacağım az? Nəyinə partlayacağım? Nəyinə partlayacağım? Bax bir dənə oğlum adı ki, nəyinə partlayacağım? Nəyinə partlayacağım? Mənim də hər şeyim var da. Onlarda nəyim eksik ki? Yox, mənim də hər şeyim var da. Ac qalvacından ölürəm. Evim eşiyim yoxdur. Sonra kütləm yoxdur. Söyülməyə qarşı Arzum da söyülür. Kayıtların altına bax gör. Söyülməyə qarşı bu tip sosial şəbəkə adamsansa, sosial şəbəkəyə girsinsə söyülməyə də göz almalısan. Söyəcəklər də səni. Elin ağzı torba dola pükəsən. Bu TikTokda hamı söyülür da. O canlısında 100 nəfər, 50 nəfər də söyülməyənir. Çünki onların kütləsi yoxdur. Hamı söyülür. Kim söyülmür ki? İstəyərsən də canlıda 5 min, 6 min adam olsun, görüntü sahada söyləyəcəklər. Kasıb ol, kasıb olunu söyməyəcəklər. Evin eşiğin piskində olsun, can yazacaqlar. Digər evin remont olandan sonra, maşının olandan sonra gör sağ nələr yazmayacaqlar. Belədir, mənim onların vecimə deyil onlar mənə yazanlar. Mənim umurumda belə deyil ki, orada kimsə manəsə yazsın. Üzümə deyə bilməyəcək, bax, bütün günün başını, altı sırıb, altdan çıxıb, üstdən çıxıb, hətta da görüşəklə çəkdirirlər. Çox gözəl qarşılayırlar. Monitör arxasında nə var söyüş yazmaq, hamı yazır.
Düz deyirsən sağ. Mənim nəyimə söyləyəcək, mənim nəyimi tanıyırlar ki, nəyimə də söyləyərlər. Allah'a şükür, Bakıya gəlmişəm, gəzmişəm. Neynəmişəm, artıq həsi hərəkət nə eləmişəm? Radara düşdün heç. Hə, 50 manat düşmüşəm, onu da ödədim da. Dedim, üstünə keçəndə faiz gəlməsin. Miau, pişik. Qız kimi niyə hərəkət edir? Yaxşı eləyirəm. Özümdən asılı olmur o çünki. Allah qız sağ ol. Uşaqlar, ayın axırı qayıdacağım da dişimi düzəltdirəcəm. Bu mırıq yerlərinə diş qoyuram. Qoyandan sonra qayıdacağım. İndi yoxda duram, gedim çiməm. Çimim, çıxım, gedim həkimə. Oradan, nə bilim, görək də lan, sabah biz Ovniyə gedəcəm. Gedim moydadırım, hamamın moydadır, qırılmışdı. Dedi, gəl apar, qocalmışsan. Elə hamıya Allah qocalığı nəsib eləsin. İyunun 10-da ad günümdə, ad günümə gedib Bərdidə hazırlaşacağım. Belə oturacağım, çardağımın altında stol açacağım, kabab pişirib yiyəcəm və salam. Ay qız, ağzımın nəyinə baxasan ki, buralarıma diş qoyur da, diş qoyur da, ölçdürdürən ağzımın içində şey taxdı. Ölçür, ayndaxırı qoyacaqdı. Yolmağa yolundu bəzi yerləri. Nervsini çıxartmağına çıxartdı. Nədir, həkim özü həkimdən keçə bilirsən. Qoyanda indi görəsiz də ayndaxırı. Burada, deyək hə, axıra, buranı da çəkdi, dibdən bir dənə kökü qalmışdı. Onu çəkdi, o indi yumulmuyub. Biraz analı qaldı. Deyək, bir də Bakıya gələndən sonra orada implant qoyacaq. Çünki da orada diş yoxdur ki, nəyəsə diriyə. Üstdə yoxdur, arxada da diş yoxdur, hamısı çəkilib. Hə, ona da implant qoyacaq. Onun delin dəri onun yeri sağalmalıdır ona görə. Bu biri mırıqlarımı bax, giləndə pis görsənir. Buralar düzələcək. Bu alt düzələcək. Dişim qalır, tutaməyəm. Hamısını ağrıyın kimi çəkdirmişəm, hamısını ağrıyın kimi çəkdirmişəm. 5-ci kimi qabaq dişimi yeyiləm. Mən də gəlim. İmplant qoymamışam, nə bilim, qoyacaq da. İmplant. Nə olur olsun, həkim deyil, öz dişini yerin işinə vermir. Qəti sürətdə deyil, dişləri sağlamdır, qəti sürətdə deyil, çəkdirmə. Öz dişini yer, istəyirsən orada deyil, 100 minlik diş sal, öz dişini yerin işinə vermir deyil. Öz diş ağrı şeydir. Ha, nə olur ki, dişlərimi gedim yonduram, üstünə vinil elətdirəm. Ha, bax, qocalaram, dişlərim pis günə düşər, onda hə. Sağlam, sapa-sağlam dişlərim var, neyinlə mi yondurum? Hə, tutaq ki, gördün ağzında ağabbaq qəşək görsə, o görkək bəyəzək üçündür. Bir dənə kebabı sal dişinə belə qır, görünətə qırılır, düşəcək yerə. Ağzında gəlir. Hə, 30 yaşım olur, 30 yaşımı yubileyini keçirəcəm. Babaca, həkim səni sağaldacaq. Həkim məni sağaldacaq deyəndə, uşaqlar, həkim dedi ki, arıqlamalısan, vəssalam. Qız yaxşı eləyirəm, gülürəm, hə. Başladılar özü də gülür. Neysə, heç anını bağlayıram. Bir də mənim haqqımda kim nəsə deyəndə bir çözsün üzünə baxsın. Mənim Allah şükür səhv hərəkətim yoxdur. Gəlmişəm, Bakıya gəzirəm, çıxıram Ağşəhəri gəzirəm. Bax, özü gecə çıxıram. Bağlayıram da canını, gedəyəm. Demək, mən heç oraya getmirəm. Hara getsin, özün gedərsin. Mən heç oraya getmirəm. Qoca Nikoyunda atdı. Qoy danışım xanımla. Mən hara gedərəm. Otur, səhərə qədər gəzir, dünya aləmi gəzir. Gəl bura. Mən o iş o günü qədər mən çıxmışım. Kosmetoloğa getmək istəyir. Mən də amatiskaya gedəcəm uşaqlar, üzümü tiska elətdirəcəm. O üzündə zadında şeylər olur, nədir onun adı, alnında zadında basırlar, qaşıqla çıxır, üzünü belə təravətlə, ham edir onu tiska elətdirməliyəm mütləq. Üz təmizlənir. Kosmetoloq olan ağır, mən nəyə gitməyəm, nəyəm var ki sifətimdə. Nəyəm oyam? Qeyb dodaqsız şiddəsi döləm ha.
Yo, niyə kişilər də edir də diska? Deyə xanım yazdı. Xanım, mən saat indi 4-də çimirəm, deyilən, üzümüz adımı qırxacam, gedim diş həkiminə, yeni yasamaldadır. Orada dişimə baxsın, indi yenə ağzımız adımı yonacaq nəsə, elə çox qalmıram. Oradan çıxsaq gələk olar, neçə kim orada olasınız? Çıxaq gələk, konum addı. Zəngən, qoca oxusun səsə. Küsəlin kişi başına, küsəlin nəyin başına. Mən nə ayırım ki, göyə? Çimirəm dedim, içmirəm, yox, çimirəm dedim, çiməm eləyəm, üzümüz adımı qırxam, çıxam gedim həkimə, diş həkiminə. Tez saat diş həkimində olmanı 5 deyib, mən 5-də diş həkimində oluram. İndi buradan ola bir 20 dəqiqəlik yoldur da, bir şey də olur, probka da olur. Nəyimi qısqanacaqlar ya? Ay, Şah. Buyurun. Tamam canım, yaşına oldu. Sen prosto mənə qabaqcadan deyilən təxminə aralıq oradan çıxmamışdan, dişdən çıxmamışdan bir yarım saat qabaqcadan deyilən mən işdə olum. Yaxşı, dişlə etməndə yaxındır. Yəni istədiyim vaxt gedə bilirəm. Hə, yaxşı, onda mən gün tezçinməyim, tezçin gedim dişimə. Oradan sağ yazacağım ki, biz dişdən çıxdıq. Çox sağ olun, öpəyişin. Emin! Bax, uşaqlar, mən gedim hamama, çimim üzümə treç eləyim, qırxım, paltarımı geyirim, promotion həkimə. Kimdən nə danışır, dalınca danışır, daş düşsün onu, bax, belə başına ki, üzə gülüb, dal-daltama yazır, Bakı səyahəti necədir, dal-daltada belə danışır. Ona görə də bu TikTokda heç kimlə yaxınlıq eləməyəsən. PK-nı eləyəsən, salam sağ olunu eləyəsən, oturmayasan, yemək yeməyəsən, içinə buraxmayasan, başa düşdün? Ancaq TikTokda oturasan, PK-nı eləyəsən, danışasan, deyəsən, güləsən, çıxasan, heç işinə yaxınlıq eləməyəsən, kimləsə oturmayasan, kimsə evinə qoymayasan, yaxınlıq eləməyəsən TikTok-lara. Ancaq oturasan, burada salam sağ ol danışıb deyib gülüb bağlayasan, yaxın yox. Sonra da çıxırlar, gəl oturur, çıxın adam pisləyirlər.